Salam. Bu gün mən ikinci hissə fizika dərsliyində birinci mövzunun çalışmalarını izah edirəm. Amma uşaqlar çalışın ki, yalnız bu izahlarla, yəni əzbərçiliklə dəftərə yazmayasınız. Yəni bu mövzunu başa düşəsiniz deyə bunları izah edirəm. Məsələn, burada baxsaq, birincidə deyir, hansı qüvvə elektronlarını nüvə ətrafında saxlayır? Baxın, mövzuda da deyildiyi kimi, bunu burada deyir ki, yüklü zərrəciklər arasında qarşılıqlı təsir qüvvəsi elektrik qüvvəsi adlanır. Deməli, yükləri elektronların nüvə ətrafında saxlayanda elə elektrik qüvvəsidir. İkincidə, neytral atomun nüvəsində 6 proton var. Həmin atomun elektronlarının sayını tapın. Bu zaman necə edirik? Deməli, neytral atomdursa, demək bunun protonların sayı elektronların sayına bərabər. Nüvədəki protonların sayı ilə 6 proton varsa, 6 dənə proton var nüvədə. Ətrafındakı elektronların sayı da eyni sayda olmalıdır. 6 dənə də elektron olmalıdır ətrafında. Mənfi yüklü ki, bu neytral zərrəcik olsun. Həmin atomun elektronların sayı da demək elə 6-dır. Sonra deyirik, hansı zərrəciklər arasında elektrik qarşılıqlı təsiri cəzb etmədir. Aşağıdakı halların hər birini izah edin. Elektron bir-birini neyniyər? Onlar bir-birini itələyər. İki elektron bir-birini itələyir. Dedik, eyni yüklü, eyni işarəli yüklər bir-birini itələyir. Əks işarəli yüklər bir-birini cəzb edir. Onda birincidə təsir, yəni cəzb etməyəcək, itələmə olacaq. İkincidə elektron, proton. Elektron mənfi yüklüdür, proton müsbət yüklüdür. Bu zaman bir-birini cəzb edər. Bu olar. İkinci. Elektron, neytron. Elektron neytronda da olmaz. Çünki elektron mənfi yüklüdür, neytron isə yüksüz zərrəcikdir. Bu zaman cəzb etmə olmaz. Bu da olmaz. Yalnız B bəndi olacaq. Dördüncüdə elektrik yükü müsbət 4Y olan ionun nüvəsində 16 proton var. Həmin iondakı elektronların sayını tapın. Mövzunu yaxşı oxumaq lazımdır ki, bunları da həll etmək mümkün olsun. Elektrik yükü 4Y-dirsə, deməli, bu ionun protonların sayı elektronların sayından 4 vahid çoxdur deməkdir. Əgər mənfi 4Y olsaydı, bu zaman elektronların sayı protonların sayından 4 vahid çox olacaqdı. Müsbət 4Y olduğu üçün protonlar elektronlardan 4 vahid çoxdur. Yəni 16-dan 4-ünü çıxırıq, qalır 12. Yəni burada iyondakı elektronların sayı 12-dir. Sonra 5-cidə. Cismin elektrik yükü müsbət 9Y-dir. Cümləsi nə ifadə edir? Dedik ki, biz elementar yük deməkdir. Yəni, bu da yükün vahididir. Müsbət 9Y, yəni ki, bu nüvədə protonların sayı demək, bu ətrafındakı elektronların sayından 9 vahid çoxdur deməkdir. Yəni, bu müsbət yüklü iondur. Bunu deməkdir. Bu demək olur. Sonra öyrəndiklərinizi yoxlayına baxaq. Atom hansı zərrəciklərdən təşkil olunub? Onların elektrik yükü nəyə bərabərdir? Atom hansı zərrəciklərdən təşkil olunub dedik. Digər birinci hissənin sonunda bu mövzu var idi. Deyirdi ki, atom müsbət yüklü nüvədən, müsbət yüklü niyə deyirik? Çünki protonlarda neйтronların sayı bərabərdir, neйтronlarda yüksüzdür deyə müsbət yüklü götürürük nüvəni. Müsbət yüklü protonlardan və neйтronlardan ibarətdir. Ətrafında da mənfi elektronlardan ibarətdir atom. Atomun elektrik yükü yüksüz zərrəcikdir.
İkincidə atom yüklü və gücsüz zərəredicilərdən təşkil olunduğu halda onun elektroneytral olmasının səbəbi nədir? Elektroneytral olmasının səbəbi dediyimiz kimi də protonlarla ətrafındakı elektronların sayı həmişə eyni olur. Əgər ondan elektronu qoparsaq və ya elektronu birləşdirsək, o artıq iona çevrilir. Ya müsbət yüklü ion, ya da mənfi yüklü iona çevrilir. Üçüncüdə deyildi, ion nəyə deyilir? İon, yəni indi dediyim atom özünə elektron birləşdirirsə və ya elektronu verirsə, bu ion adlanır. Sonra xlor ionunun nüvəsində 17 proton var. Həmin ionun mənfi olması üçün aşağıdakı şərtlərdən hansı ödənməlidir? Xlor ionu. Yaxşı. Deyək ki, xlordur. İondur bu. Xlor ionunun nüvəsində 17 proton var. Sayı ilə 17 proton var. Həmin ionun mənfi olması üçün 17 proton varsa, deməli elektronların sayı protonların sayından çox olmalıdır. Bərabər olsa neytral olacaq, amma çox olmalıdır ki, o mənfi ion olsun. Elektronların sayı 17-dən böyük olmalıdır. Bəli. Elektronların sayı 17-dən kiçik olmalıdır. Xeyr, onda müsbət ion olacaq. Sonra 5-ci də müsbət litium ionunun elektrik yükü müsbət 1Y-yə bərabərdir. Onun elektronların sayı 2 olarsa protonların sayını tapın. Dedik müsbət 1-dirsə, demək protonların sayı elektronların sayından bir vahid çoxdur. Bir vahid çoxdur. Elektronların sayı da 2-dir. Protonun sayı bir vahid çox olarsa, demək 2 ilə 1-i toplayır 3. Demək bunun protonların sayı 3'dür ki, elektron sayı da 2'dir ki, proton sayı elektron sayından bir vahid çoxdur ki, bunun yükü müsbət 1Y'dir. 6-cı da şəkildəki A və B zərərediciləri hansı zərəredicilər ola bilər? Oxlar elektrik qüvvəsinin istiqamətini göstərir. Elektrik qüvvəsi əks istiqamətdədirsə, demək bunlar bir-birini itələyir. İtələmə qüvvəsi var. İtələmə olanda dedik, eyni yüklü olanda itələnir. Məsələn, mənfi-mənfidirsə, müsbət-müsbətdirsə itələnəcək. Amma biri müsbət, biri mənfidirsə, bir-birini cəzb edər. Oxlar bu istiqamətdə olacaq. Belə.